Videonu izləyən hər kəsə salam. Deməli, bugünkü mövzumuz sintaktik təhlildir və MİQ sertifikasiya abituriyent imtahanlarının %100 mövzusudur, qaçılmaz mövzusudur. Bununla bağlı kiçik bir məqamı, amma çox önəmli bir məqamı paylaşacağam. Baxın, əgər bizim cümlələrimizdə biz sintaktik təhlil aparmalıyıq və cümlələrimizdə xəbər mövqeyində məsdər yaxud da feili sifət dayanıbdır. Məsdəri və feili sifəti nədən tanıyırıq? Şəkilçisindən tanıyırıq ki, bu məsdərdir və feili sifətdir. Bu zaman biz iki iş görməliyik. Bir, həmin məsdərin və feili sifətin cümlədəki hansı sözləri özünə tabe eləyib tərkib yaratdığını tapmalıyıq. İkinci növbədə də onun xəbər olduğunu götürməliyik. Yəni, hansı sözləri tabe eləyirsə özünə, onsuzca da onlarla bir yerdə xəbər olur. Bəs bunu necə tapaq? Bunu sizə sadəcə 1-2 dəqiqəlik videoda çox qəşəng bir üsulla verəcəm. Birinci mübtədanı tapın. Əgər siz gördünüzsə ki, xəbər mövqeyində dayanan məsdərdir yaxud da feili sifətdir. Birinci cümlədəki mübtədanı tapın. Məşğuliyyəti hər gün küçə pişiklərini yemləməkdir. Nə məşğuliyyəti? Bu mübtədadır. Buradakı i mənsubiyyətdir, özü də adlı haldadır. Mübtədanı tapandan sonra yadımızda saxlayırıq ki, mübtədadan sonraki hissə bütövlükdə xəbərin tərkibindədir. Bütövlükdə, yəni məsdər mübtədadan sonraki bütün sözləri özünə tabe elədir. Bunu özünüzü yoxlamaq üçün nə edə bilərsiniz? Xəbərin üstündəki şəxs sonluğunu götürüb, bu şəxs sonluğunu götürüb mübtədanın üstünə qoya bilərsiniz və onların mübtəda xəbər olaraq yerlərini dəyişə bilərsiniz. Hər gün küçə pişiklərini yemləmək məşğuliyyətidir. Baxın, yemləmək məsdəri hər gün küçə pişiklərini sözlərinin hamısını çəkib özündən apardı. Apardısa deməli ki, onun tərkib hissələridir ki, apara bildi. Bu qədər heç dərinlinə enməyə ehtiyac yoxdur. Sadəcə mübtədanı tapın. Mübtədadan sonraki hissə məsdərin yaxud da feili sifətin içərisində tərkib yaradaraq bir yerdə cümlədə xəbər olur. O, sinifdə hamıdan yaxşı oxuyandır. Kim? O, mübtədadır. Baxın, mən burada görürəm ki, xəbər mövqeyində feili sifət dayanıbdır. Deməli, sinifdə hamıdan yaxşı oxuyandır. Bunlar hamısı bir yerdə nə oldu? Hamısı bir yerdə oldu cümləmin xəbəri. Belə.